Salam, hər vaxtınız xeyir olsun. Bugün birinci istədiyim test topusu 2025-ci il nəşrindən suda quruda yaşayanlar və sürünənlər mövzusunun testlərinə baxacağıq. Birinci sualdan başlayaq. Xarici görünüşünə görə delfinə daha çox oxşuyur. Delfinə daha çox oxşayacaq ixtiyazavr. İxtiyazavr balıq çələzdir. Köhnə 7-ci sinif dərsində şəkli var idi. Bu delfinə bənzəyir. Doğru cavab C bəndi olacaq. Dişi yaşıl qurbağanın neçə rezonatoru vardır? Dişi qurbağalarda rezonatorlar olmur. Erkək qurbağalarda eşitmə dəliyinin arxasında bir cüt rezonator olur. O da səs gücləndirici funksiya yerinə yetirir. Bir göl qurbağasında neçə üzmə pərdəsi vardır? Göl qurbağasında arxa ətraflarda barmaqların arasında üzmə pərdəsi olur. Arxa ətraflarında 10 ədəd barmaq var. Onların arasında da 8 ədəd üzmə pərdəsi olmuş olacaq. İxtiyazavrın tənəffüs orqanı. İxtiyazavr balıq çələzdir, qədim sürünənlərə aiddir. Tənəffüs orqanı da ağciyərlər olmuşdur. Zolaqlı kərtənkələnin ön ətraflarında cəmi neçə barmaq olur? Zolaqlı kərtənkələnin hər ətrafında 5 ədəd barmaq var. Sağ və sol ətraflarında cəmi 10 ədəd barmaq olacaq. Doğru cavab Y bəndi. 6. Göl qurbağalarından fərqli olaraq ağac qurbağalarında çoxalma suda gedir, hər ikisində çoxalma suda gedir. Anabioz müşahidə olunur. Anabioz göl qurbağalarında ola bilər, amma ağac qurbağalarında yox. Göl qurbağalarında hava şəraiti ilə bağlı çox soyuq olanda, quraqlıq olanda bunlar gölməçələrin dibində donmuş vəziyyətdə qalırlar. Orqanizm donur, hava şəraiti yaxşılaşandan sonra başlayırlar həyatlarına davam etməyə. Bu anabioz göl qurbağasında olur, amma ağac qurbağalarında müşahidə olunmur. Barmaqlarının ucları sormazlara çevrilib, bu ola bilər. Göl qurbağasında bu əlamət yoxdur, amma ağac qurbağalarında ağaca dırmaşmaq üçün barmaqların uclarında yapışqanlı sormaclar olur. Qığırdaq skelet bütün ömrü boyu saxlanılır. Qığırdaqlı balıqlarda bütün ömrü boyu saxlanılacaq. Bu da akuladır. 8. Nəsli kəsilmiş, yırtıcı, quruda yaşamış və uça bilməyən dinozavr. Hatteria nəsli kəsilməyib ümumiyyətcə, o canlı qalıq hesab olunur və sürünənlərin arasında ən qədim orqanizmdir. İxtiyazavr suda yaşayıb, stegosaurus da suda quruda yaşayandır. Pterozavr uçan kələzdir, uçma qabiliyyəti var. Tiranozavr doğru cavab olacaq. Nəsli kəsilib, yırtıcıdır, quruda yaşayıb və uça bilməyən orqanizm olub. Yumurtadan çıxandan bilavasitə sonra qurbağanın sürfəsi, yəni çömçəquyruq necə tənəffüs edir? Yumurtadan çıxandan bilavasitə sonra xarici qəlsəmələrlə tənəffüs eləyir. Xarici qəlsəmələr saçaqlı, tükə bənzər strukturlardır və orqanizmdən xarici uzanır. Bir müddət sonra daxili qəlsəmələr formalaşır, onunla tənəffüs eləyir. 10-cu sual. Timsah öz yumurtaları üzərində kürt yatmır, ona görə ki, o soyuqqanlıdır. Timsahın bədən temperaturu sabit deyil. O yumurtaların üzərində kürt yatsa belə yumurtaları isidə bilməz. Buna görə timsah yumurtalarını quma və yaxud torpağa bastırır. Orada günəş şüalarının istiliyindən yumurtalar inkişaf edir. 11. Yumurtalarından çıxan orqanizm sürfə hesab edilmir. Yəni, hansında sürfə mərhələsi olmur. Balıqda var, triton suda quruda yaşayandır, var. Koramal sürünəndir, zolaqlı kərtənkələ o da sürünəndir. Bunlarda sürfə mərhələsi olmur. Balıqlarda sürfə mərhələsi var, suda quruda yaşayanlarda da var, amma sürünənlərdə sürfə mərhələsi olmur. 12. İlanı kərtənkələdən fərqləndirən əsas əlamət göz qapaqlarının qovuşması. Elə bu variant doğru olacaq, çünki ilanın göz qapaqları şəffafdır, bir-birinə bitişikdir. Şəffaf membran şəklindədir. Göz qapaqları qovuşmuşdur. Bu gözlərini qırpa bilmir. Amma kərtənkələdə yəni bu kərtənkələdən fərqləndirən əsas əlamətdir. Məsələn, ətrafların olması yazıb.
İlanın ətrafı yoxdur. İkisində də daxili mayalanma var. İkisində də dişlər var. İlanda zəhər dişləri də var. Ürəkləri 3 kameralıdır, 4 kameralı deyil. 13-ə baxaq. Şəkildəki canlıları bir-birindən fərqləndirən ən böyük sistematik vahid hansıdır? Hər ikisi heyvanlar aləminə aiddir. Daha sonra tip xordallar tipinə aiddir, oxşar, eynidir. Tipdən sonra sinif hər ikisi sürünənlər sinifinə aiddir. Dəstə artıq dəstədə fərqlənəcəklər. Çünki ilan pulcuqlar dəstəsinə aiddir, tısbaq isə tısbağlar dəstəsinin nümayəndəsidir. 14. Suda qurda yaşayanların baş beyin şöbələrini müəyyən edin deyir. Burada 5 ilə göstərilən uzunsol beyindir. Məsələn, burada ön beyin yazılır, burada beyincik yazılır. Onları çıxaq, ön beyin. Beyincik ilə A bəndi doğru cavab olur. Bir də baxaq, 1 ön beyin, 2 aralıq, 3 orta, 4 də beyincikdir. A bəndi doğru olacaq. 15. Çömçəquyruq ilə balıq körpəsinin oxşar cəhətləri. Xorda 2 qan dövranı yazıb. Balıqda axı 2 qan dövranı olmur. 2 qan dövranı olan variantları çıxsaq, D bəndi 2 kameralı ürək, 1 qan dövranı, yan xətt orqanı quyruq. Doğru cavab D bəndi olar. Çömçəquyruğun inkişafında aşağıdakı orqanların əmələ gəlməsinin düzgün ardıcıllığını müəyyən edin. Ön ayaqlar, sonra arxa ayaqlar yazıb. Birinci arxa ayaqlar, sonra ön ayaqlar inkişaf edir. Bu səhvdir. Qəlsəmələr, arxa ayaqlar, ön ayaqlar, bu doğru olacaq. Çünki birinci xarici qəlsəmə inkişaf edir, sonra daxili qəlsəmə. Sonra arxa ətraflar, sonra da ön ətraflar inkişaf edir. 17. Timsahın ürəyinin mədəciklərində olan qan. Timsahın ürəyinin mədəcikləri arasında tam ara kəsmə var, 4 kameralıdır. Tam ara kəsmə olduğu üçün qarışıq qan olmaz. Yalnız venoz olmaz, qismən qarışıq yoxdur burada. Sağ mədəciyində venoz, sol mədəciyində arterial qan olur. C bəndi doğru olacaq. Timsahın ürəyində qanın qarışmamağına baxmayaraq bu soyuqqanlı heyvandır. Çünki qan bədənində qarışır. Bədənində qarışıq qan olur. Ürəyinin sağ mədəciyində venoz, sol mədəciyində arterial qan olan heyvan hansı olacaq? Timsah olacaq. Çünki göl qurbağasında bir mədəcik var. Skat ürəyində yalnız venoz qan olur balıqlarda. Daraqlı tritonda da bir mədəcik var sadəcə. Suda qurda yaşayan nümayəndəsidir. Göl qurbağasının böyük qan dövranında dövr edən qan, göl qurbağasının qısaca kiçik qan dövranı deyək əvvəlcə. Kiçik qan dövranında qan ürəyi mədəciyindən çıxır, venoz qan. Gedir ağciyərlərə. Ağciyərlərdə təmizlənir, arterial qana çevrilir, sonra ürəyin sol qulaqcığına tökülür. Böyük qan dövranında isə arterial qan başa gedir. Bax, arterial qan olur. Bu başa gedir. Venoz qana çevrilir, yenidən ürəyin sağ qulaqcığına qayıdır. Deməli, arterial qan getdi, venoz qan qayıtdı. Bir də var qarışıq qan. Qarışıq qan isə başa yox, digər orqanlara gedir, venoz qana çevrilir, ürəyə qayıdır. Yəni, hər 3 qan növü böyük qan dövranında dövr edir. Arterial, qarışıq, venoz, doğru cavab D bəndi olacaq. Timsahın böyük qan dövranında dövr edən qan, timsahda da yenə o formada arterial qarışıq, venoz qan dövr edəcək. Qarışıq qan bədənində olur, ürəyində olmur. Rezonatorlar. Rezonatorlar erkək qurbağalarda cinsiyyət orqanı deyil, dişi qurbağalarda yoxdur. Erkək qurbağalarda qurultunu gücləndirən orqanlardır. Doğru cavab C bəndi olar. Hansı mülahizə doğrudur? Bütün sürünənlərin caynaqları olmur. Ürəkləri, məsələn, timsahın ürəyi 4 kameralıdır. Ətraflar ilanın, koramalın ətrafı yoxdur. Zəhər vəsisi ilanda var, amma hamısında yoxdur. Ağciyərlər olur, bəli, bu sürünənlərin ümumi xüsusiyyətidir. 23. Heyvanlar içərisində suda qurda yaşayanların döş sümüyünün ən az sümük birləşməsi əmələ gətirməsinin səbəbi nədir? Döş sümüyünün
az sümük birləşməsinin əmələ gətirməsinin səbəbi qabırğalarının olmamasıdır. Məsələn, insanın skeletini gözünüzün qarşısına gətirin. Orada döş sümüyü, qabırğalar gəlir, döş sümüyünə birləşir. Amma suda quruda yaşayanlarda qabırğalar yoxdur və yaxud yaxşı inkişaf etməyib. Bunlar döş sümüyünə birləşmir. Ona görə də bu döş sümüyü az sümük birləşməsi əmələ gətirir. 24. Qurbağanın ön ətraf qurşağını əmələ gətirən sümüklər. Döş sümüyü 1 çörükçü yazıb. Döş sümüyü 2 qarğa, 2 çörükçü, 2 kürək. Doğru cavab B bəndə olacaq. 25. Göl qurbağası ilə müqayisədə zolaqlı kərtənkələdə hansı orqanlar daha yaxşı inkişaf etmişdir? Göl qurbağası ilə müqayisədə zolaqlı kərtənkələdə beyincik və ağciyərlər yaxşı inkişaf edib. Həm beyincik, həm ön beyin zolaqlı kərtənkələdə daha yaxşı inkişaf edib və ağciyərlərdə həmçinin. Göl qurbağası həm dəri tənəffüsü var, həm də ağciyər tənəffüsü var. Ağciyərlər nisbətən inkişaf edib. Amma zolaqlı kərtənkələdə artıq bunda dəri tənəffüsü yoxdur. Bu məcburdur yalnız ağciyər tənəffüs etsin. Ona görə də ağciyərlər daha yaxşı inkişaf edib. Qurbağanın çiyin qurşağı neçə sümük müxtəlifliyindən və cəmi neçə sümükdən təşkil olunub? Ümumi orada neçə sümük var? Orada var 2 kürək, 2 körpücük, 2 qarğa, 1 döş sümüyü. Cəmi 7 sümük var. Sümük müxtəlifliyi dedikdə isə orada var 1 döş sümüyü, 1 kürək, 1 körpücük, 1 qarğa. 4 sümük müxtəlifliyindən təşkil olunub. Doğru cavab D bəndə olacaq. 27. Erkək göl qurbağasında rezonatorlar olmazsa, rezonatorlar qurultu səsini gücləndirmək üçündür, olmasa qurultu səsləri güclənə bilməz. 28. 5 nərə, 5 triton və 5 timsahda cəmi neçə döş sümüyü gövdə skeletinə aid olar? Nərə balıqdır, onlarda döş sümüyü olmur. Tritonda gövdə skeletinə yox, döş sümüyü ətrafların qurşağına, çanaq çiyin qurşağına aiddir. Timsahda isə 5 timsahda döş sümüyü gövdə skeletinə aid olacaq. Euler-Venn diaqramına əsasən X, Y və Z üçün düzgün olanı müəyyən edin. Sidyaxarları kloakaya açılır. Həm qurbağada, həm kərtənkələdə sidyaxarları kloakaya açılır. 3 kameralı ürəyə və 2 qan dövranına malikdirlər. Həm göl qurbağası, həm də kərtənkələdə 3 kameralı ürək var, 2 qan dövranı var. Mayalanması daxil olan kərtənkələdir, çoxalması su mühitində gedən göl qurbağasıdır. Yetkin fərddə acərə dəri tənəffüsü müşahidə olunan qurbağadır. Qabırğa arası əzələ yaxşı inkişaf edən zolaqlı kərtənkələdir. X-a 4, 6, Y-ə 3, 5, Z-ə də 1, 2, doğru cavab B bəndə olacaq. 30. Xordallar tipini verib mərkəzdə. A-da timsah, B zolaqlı kərtənkələ, C skat, D protey. Bunlarla uyğunlaşdırmalıyıq. Gözlərə malik olmurlar. Protey qaranlıq mağarada yaşayır, gözü yoxdur. 1-ə D, C-də var, D-də var. Barmaqları arasında üzmə pərdəsi olan timsahdadır. 2-yə A bəndi. 3-ə skeleti qığırdaqdan təşkil olunan skat qığırdaqlı balıqdır. 3-ə C. 4-ə də B uyğun gəlirmi? Nədəcində natamam ara kəsmə var, zolaqlı kərtənkələ. Doğru cavab D bəndə olacaq. 31. Koramal gürzədə nəyin mövcudluğuna görə fərqlənir? Döş qəfəsinin yazıb. Döş qəfəsinin elə olar. Koramal ilana bənzəyir, amma ilan deyil, kərtənkələdir. Çünki bunda var hərəkətli göz qapağı var. Ətrafların qurşaq sümükləri var. Döş sümüyü var. Döş qəfəsi də var. Ona görə ilandan fərqlənir. Amma ətraf ikisində də yoxdur. Daxili mayalama ikisində də var. Dişlər ikisində də var. Gürzədə ilanda zəhər dişlər də var. İç növ sümüyü ilə ikisində də yoxdur onsuz da. Doğru cavab A bəndə olacaq. 32. Qurbağanın fərdi inkişafı zamanı qan tənəffüs orqanından bilavasitə ürəyə qayıtmırsa,
Bu onu göstərir ki, bu deməli hələ çömçəquyruq mərhələsindədir. Çömçəquyruq mərhələsində də bu balığın xüsusiyyətlərini daşıyır. Ürək boşluğundan yalnız venoz qan keçir. Bu doğru olacaq, çünki ürək boşluğunda yalnız venoz qan olur. Suyun axma istiqamətini müəyyənləşdirən hiss orqanına, yan xətt orqanına malikdir. Ətraflarında borulu sümüklər yoxdur. Eşitmə orqanında təbil pərdəsi var, yoxdur. 1-2 doğru cavab B bəndə olacaq. Əgər triton müasir sürünənlər sinifinə aid olsaydı, triton suda quruda yaşayandı. O heç vaxt suda çoxala bilməzdi. Sürünənlər quruyla, suyla bütün əlaqəsini kəsiblər. Ona görə triton sürünən olsaydı heç vaxt suda çoxala bilməzdi. Elə doğru cavab A bəndə olar. Sual işarəsini yerinə yazmaq olar. Kərtənkələ verib mərkəzdə 5 barmaqlı ətraf var, acizər tənəffüs var, qalın qabıqlı yumurtası var. Döş sümüyünün qurşaq skeletinə aid olması. Döş sümüyü qurşaq hissəsinə aid olan kərtənkələdədir. Düzünə postembrional inkişaf. Qurbağadadır demək istəyirdim burada. Döş sümüyü qurşaq hissəsinə, skeletinə qurbağada aiddir. Düzündən postembrional inkişaf doğru olacaq, çünki kərtənkələdə sürfə mərhələsi yoxdur. 35. Verilmiş sxema əsasən 1, 2, 3 rəqəmləri ilə qeyd olunmuş canlıları müəyyən edin. 1 də göstərilib, həm suda quruda yaşayan olmalıdır, həm də oxlar bitişir, ürək 3 kameralı olmalıdır. Qurbağada suda quruda yaşayandır, həmçinin ürək 3 kameralıdır. Kobra sürünəndir. Hatteriya sürünən, kərtənkələ timsah sürünən. Elə A bəndi doğru cavab olar. 2-yə də baxaq, ürək 3 kameralı sürünən. Bu qaləmim doğrudur. Timsah ürəyi həm 4 kameralıdır, həm də sürünənlərə aiddir. Doğru cavab A bəndi olacaq. 36. Verilmiş sxema əsasən doğru olmayanı müəyyən edin deyir. X onurla 5 şöbədən ibarətdir. Timsah, bu da tısbağadır. X-a pilus olmalıdır. Yəni, hər ikisinə aid bir xüsusiyyət olmalıdır. Onurla 5 şöbədən ibarətdir, doğrudur. Çünki onurlaları boyun, döş, bel, oma və quyruq hissələrindən ibarətdir. 5 şöbədir. A bəndi doğrudur. Ürək boşluğunda 3 növ qan var. Ürək boşluğunda S yalnız timsaha aid olmalıdır. Amma bura çıxaq yazıb. Deməli, yanlış məlumat olmalıdır. Ürək boşluğunda 3 növ qan var. Bu yanlışdır. Burada da çıxaq, burada da çıxaq. Deməli, bu doğrudur. Çünki ürək boşluğunda 2 növ qan var. Arterial və venoz. Bədən temperaturu ətraf mühitdən asılı deyil. F-ə pilus yazıb. Timsahda bədən temperaturu ətraf mühitdən asılıdır. Bu yanlışdır. Çıxaq, amma burada pilusdur. Deməli, C bəndi doğru olmayan variantdır. Bu qədər. Testlərin ardından növbəti videolarda çəkəcəm. Əgər izahımı başa düşürsünüzsə də, bəyəndinizsə videomu like atıb abunə olmağı unutmayın. Sağ olun. Əgər başa düşmədiyiniz hər hansı bir sual varsa da şərhlərdə yaza bilərsiniz.